Salam əziz müəllimlər, MİQ və sertifikasiya sınaqlar toplusunun 6-cı sınağını müzakirə edək. Xəritənin xüsusi miqyasına əsasən A və B məntəqələri arasında ölçülmüş məsafə 40 sm olmuşdur. Bu məntəqələrin yerləşdiyi coğrafi enliklər arasındakı dərəcə fərqi 30 dərəcə, xəritədəki məsafə tərifi isə 20 kilometrdir. Məntəqələrin eyni meridian xətti üzərində yerləşdiyi nəzərə alaraq xəritənin baş miqyasını müəyyən edək. Bizə məlumdur ki, xəritədəki təhrif fərqi dərəcə toruna və miqyasa görə aparılan hesablamaların fərqidir. Biz burada dərəcə fərqinə görə məsafəni tapası olsaq, A və B məntəqələri eyni meridian üzərində 30 dərəcə coğrafi enlik fərqində yerləşdiklərinə görə onların aralarında 3330 kilometr həqiqi məsafə fərqi var. Ancaq xəritədə 20 kilometr təhrif fərqinin olduğu verilir və bu 3330 kilometr əslində 3350 kilometr kimi götürülür. Əksərən dərəcə fərqinə görə aparılan hesablama miqyasa görə aparılan hesablamadan daha çox olduğuna görə burada 3350 yazdım. 3310 yazanda məsələnin həlli çıxmır. Bunu da qeyd eləmiş olum. Deməli, bizim həqiqi məsafəmiz oldu 3350 kilometr, xəttəki məsafəmiz isə 40 sm. 3350 kilometri 40 sm böləndə cavabımız 83,75 alınır. Və bu rəqəmi, bu kilometri miqyasa çevirmək üçün 1 bölünsün. 83,75 kilometri santimetrə çevirmək üçün onun arxasına 5 sıfır artırmalıyıq, yəni 100 minə vurmalıyıq. Burada vergül itir və arxasına 3 dənə sıfır əlavə olunur. Yəni 8.375.000 miqyası A variantındadır. İkinci sual. Kəsmə yüksəklik 25 metr olarsa, horizontal sxemdə göstərilən dərinlik hansı çökəkliyə uyğun gələ bilər? Burada gördüyümüz qədər kənar horizontal 0 metrdir və daxili horizontalla kənar horizontalın arasında 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəkliyi var. 5 dənə kəsmə yüksəkliyi 125 metr deməkdir. 25 metrdən götürsək və sıfırdan aşağı olduğuna görə mənfi 125 metr. Çökəkliyin dibi isə daxili horizontaldan biraz daha aşağıdır. Belə çıxır ki, çökəkliyin dibi mənfi 125 ilə mənfi 150 metr arasında bir yerdir. Yəni, mənfi 150-dən böyük, mənfi 125-dən kiçik. Bölüm dərəsi mənfi 86 metrlə bu şərti ödəmir. Qıxor çökəkliyi mənfi 432 metrlə bu şərti ödəmir. Assal gölü mənfi 154 və ya 155 metrlə bu şərti ödəmir. Turfan çökəkliyi mənfi 155 metrlə bu şərti ödəmir. Ancaq Karagiye çökəkliyi Xəzərin şərqində Qazaxıstanın Manqışlaq zonasında mənfi 134 metrlə bu şərti ödəyir. Cavab Y variantı. Qrafikdə xəritə sxemdə verilmiş şəhərlərdə şaquli bastırılmış eyni ölçülü cisimlərin günorta vaxtı üçün kölgələrin uzunluqları verilmişdir. Buna əsasən 5-ci rəqəmi ilə göstərilmiş kölgənin hansı şəhərə uyğun gəldiyi müəyyən edək. Bilirik ki, cisim günəşin zenitdə olduğu yerdən nə qədər uzaq məsafədə olarsa, kölgəsinin uzunluğu o qədər çox olar. Belə çıxır ki, Balakən şəhəri 4-cü məntəqədə, Zərdab şəhəri isə 3-cü məntəqədə yerləşə bilər. Nəzərə alsaq ki, 5-ci rəqəmi ilə verilən məntəqə soruşulur. Biz Balakən şəhərindən cənuba və Balakən şəhərinə ən yaxın olan yeri götürməliyik. Yəni, söhbət Şəkidən gedir. Cavab D variantı. Yer kürəsində 30 saat quşağı olarsa, 40 dərəcəli paralel üzrə yerin öz ox ətrafında fırlanma sürətini müəyyən edək. Yerin öz ox ətrafında tam dövrəsini, yəni 360 dərəcəni 30 saat quşağına bölsək, hər saat quşağı 12 dərəcədən bir çəkilmiş olur. Və deməli, 1 saatımız 12 dərəcə olacaq. 40 dərəcəli paraleldə də 1 dərəcəli qövsün uzunluğu 85,4 km olduğunu nəzərə alaraq, 12 dərəcəni 85,4 km vursaq, cavabımız 1024,8 km olar. Yəni, Y variantı. Cədvələ əsasən faydalı qazıntıların şərti işarələrinə uyğun gələn doğru əlamətlərin verildiyi sıranı müəyyən edək.
Birinci sırada qalay və wolfram verilib. Ən böyük yayılma qurşağı Hinçin və Malakka yarımadalarıdır şərti doğrudur. Birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. İkinci şərtdə torf və qonur kömür verilib. Yanacaq mənşəli faydalı qazıntıları şərti də doğrudur. İkinci şərtdə bizə lazımdır. Y variantını da silirəm. Üçüncü şərtdə alüminium və mis filizləri verilib. Başlıca ixracatçıları Peru, Çili və Zambiyadır. Sadəcə mis olsaydı bu şərt doğru olardı. Boksit üçün bu ölkələri qeyd eləyə bilmirik. Deməli, üçüncü şərt yanlışdır. Dördüncü şərtə baxaq. Glauber duzu və kalium duzunun işarələri verilib. Müxtəlif duzlara aid şərti işarələrdir. Şərti doğrudur. Birinci, ikinci, dördüncü cavab A variantıdır. Beşinci şərtə baxaq. Gümüş və kobaltın işarələri verilib. Qeyri-filiz mənşəli faydalı qazıntılardır. Şərti yanlışdır. Altıncı sırada almaz və platin işarələri verilib. Qiymətli metallar olub şərti ilə almaz üçün ödənmir. Deməli, altıncı şərtdə yanlışdır. Doğru sıraları müəyyən edək. Dağ, o dağda olan zirvə, yerləşdiyi ölkə və region. Atlas dağlarının ən yüksək zirvəsi Tubkaldır, Mərakeşdə yerləşir və Şimali Afrikadadır. Bu şərt doğrudur. Birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Ant dağlarında ən yüksək yer İlyampu deyil, Aconcagua zirvəsidir. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi variantda silirəm. Kordilyer dağlarında Denali və ya McKinley zirvəsi Amerika Birləşmiş Ştatlarında yerləşir və Şimali Amerikadadır. Üçüncü şərt də doğrudur. Dördüncü şərt Elbrus dağları Xəzərin cənubunda ən yüksək yeri Dəmavənd zirvəsidir. İranda yerləşir və Cənub-Qərbi Asiyadadır. Dördüncü şərt də doğrudur. Cavab B variantı. Beşinci şərtdə Karpat dağlarında Qalxıpiggen zirvəsi səhv verilib. Qalxıpiggen Skandinaviya dağlarının zirvəsidir. Beşinci şərt bundan ələnmiş olur. Əjdaha dağlarında isə Matterhorn piki yoxdur. Çünki Matterhorn İsveçrədə bir pikdir, şiş uclu zirvədir. Altıncı şərt də yanlışdır. Doğru fikirləri müəyyən edək. Amazon və Orinoco ovalıqları müxtəlif işğalma qurşaqlarında yerləşir. Hər iki ovalıq tropik işğalma qurşağında yerləşir. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Ural dağları və Orta Sibir yaylasının arasında qalan düzənlik cavan platformada yerləşir. Ural dağlarının şərqdə və Orta Sibir yaylasından qərbdə Qərbi Sibir ovalığı yerləşir və həmin ərazi cavan platformadır. Deməli, ikinci şərt bizə lazımdır. D variantını da silə bilirəm. Üçüncü şərt artıq səhvdir. Gördüyümüz qədərlə bizə lazım olan variantlarda yoxdur. Amma yenə deyək. İran və Anadolu yaylaları seismik cəhətdən fəal olub, fəaliyyətdə olan vulkanlara malikdir. Şərti yanlışdır. Nə İran yaylasında, nə də Anadolu yaylasında fəaliyyətdə olan vulkan yoxdur. Tarim çökəkliyi kontinental iqlim şəraitindən malikdir. Bəli, Tarim Asiyanın mərkəzi hissələrində kontinental iqlimə, okeandan uzaq olan bir mövqeyə malikdir. Dördüncü şərt doğrudur. Beşinci şərtə baxaq. Kalimantan adasında Yava və Yeni Qvineya adalarına fərqli olaraq fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Yer kürəsinin fəaliyyətdə olan və sönmüş vulkanların bu xəritəsinə nəzərən görə bilirik ki, həqiqətən də Kalimantan adasında fəaliyyətdə olan vulkan yoxdur. Deməli, 5-ci şərt də doğrudur. Cavab C variantı. 6-cı şərtə baxaq. Afrikada fəaliyyətdə olan vulkanlar yalnız Şərqi Afrika sınma zonasına rast gəlinir. Eyni xəritədən görürük ki, Afrikada fəaliyyətdə olan vulkanlar sadəcə Şərqi Afrika sınma zonasına deyil, Qərbi Afrikada da mövcuddur. Yeri gəlmişkən deyim ki, istifadə etdiyim bu atlas Vüqar Tanrıverdiyev adlı müəllimimiz tərəfindən hazırlanır. Atlas tədris prosesində əlimizin altında olmasını istədiyimiz coğrafi obyektləri tez tapmaq istədiyimiz xəritələrdən ibarətdir. Xəritələrdə obyektlər qabardılmış şəkildə təsvir edilir. Qısaca xülasəsini göstərim sizə.
Burada bəzi faydalı məlumatlar da qeyd olunur. Həm fiziki, həm də iqtisadi coğrafiya sahəsində və coğrafiyada adını çəkdiyimiz bəzi cihazların da şəkilləri öz əksini tapıb. Atlası əldə etmək istəyən olsa, müəllimin nömrəsini açıqlama bölməsinə qeyd edəcəm. Deməli, 6-cı şərtdə yanlışdır. Cavab C variantıdır. Xəritə sxemaya əsasən faydalı qazıntılardan hansının hasilat rayonlarının doğru verildiğini müəyyən edək. Bir rəqəmi ilə civə filizi verilibdir və Gədəbəy rayonunda civə olmadığı üçün bu variantını silə bilərik. 2 rəqəmi ilə qurğuşun verilib. Qurğuşun polimetal faydalı qazıntıların tərkibində Kiçik Qafqazda mövcuddur. Deməli, ikinci şərt doğru olduğu üçün A və B variantlarını silmək olar. 3 rəqəmi ilə Kükürt Kolçedanı Göygöl rayonu ərazisində doğru verilib. Deməli, D variantını da silmək olar. 4 rəqəmi ilə Glauber duzu verilib və burada Glauber duzu yoxdur. 5 rəqəmi ilə xromit səhv verilib. 6 rəqəmi ilə isə mərmər yatağı verilib və Quba ərazisində mərmər yatağı var. Deməli, 2, 3 və 6 cavab C variantı. Samir Dəvətçi ovalığını Lənkəran ovalığından fərqləndirən xüsusiyyət. Yarımsər və qurçöl iqlimi səciyyəvidir, şərti fərqləndirən cəhətdir. Belə ki, Lənkəran ovalığında yay qura keçən mülayim isti iqlim, Samir Dəvətçidə isə yarımsər qurçöl iqlimidir. Birinci şərt doğrudur. C və E variantları silinə bilər. Cənubdan şimala doğru genişlənir. Əslində Samir Dəvətçi ovalığı şimaldan cənuba doğru genişlənir. İkinci şərt yanlışdır. Neft və qaz hasılı olunur. Bəli, Siyəzən rayonu ərazisində. Şərqdən qərbə doğru mütləq hündürlüyü artır. Şərti hər iki düzənliyə aiddir. İntrazon landşaftlara rast gəlinir. Hər iki düzənliyə aiddir. Mülayim iqlim qurşağında yerləşir. Şərti isə yalnızca Samir Dəvətçi ovalığına aiddir. Cavab B variantı. A məntəqəsində bir həftə ərzində 1 kubmetr havanın su buxarı ilə doyma həddi azalmışdır. Əgər doyma həddi azalırsa, deməli hava soyuyur deməkdir. Buna əsasən məntəqədə hansı proseslər baş verə bilər? Havanın temperaturu yüksələr şərti yanlışdır. Sutralıq temperatur amplitudu kiçilər. Bu doğrudur. Belə ki, havanın temperaturu aşağı düşərsə bulutluluq artar. Bulutluluq artanda isə temperatur amplitudu kiçilir. İkinci şərt doğrudur. Yağış yağma ehtimalı artar şərti də doğrudur. Nisbi rütubət azalar şərti yanlışdır. Səpələnən radiasiyanın kəmiyyəti artar. Bulutluluqdan irəli gələrək 2, 3, 5. Çaylarda su səviyyəsi aşağı düşər, şərti isə yanlışdır. Cavab D variantı. Şimal yarımkürəsində hərəkət edən yelkənli gəmi qərb küləklərinin təsiri ilə hansı istiqamətə yönələr? Bilirik ki, şimal yarımkürəsində qərb küləkləri şimal-şərqə doğru hərəkət edir. Cavab A variantı. Keçid iqlim qurşaqlarının mövcud olduğu adaları müəyyən edək. A variantında Kuba tamamilə tropik iqlim qurşağındadır. B variantında isə Balear adaları Aralıq dənizində subtropik iqlim qurşağında, Tasmaniya Avstraliyanın cənub-şərqində subtropik iqlim qurşağı var bu adada və İslandiya tamamilə subarktik iqlim qurşağında yerləşir. Cavab B variantı. C variantında Novaya Zemlya Arktik iqlim qurşağında, D variantında odlu torpaq və E variantında Falkland mülayim iqlim qurşaqlarında yerləşən adalardır. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi iqlim qurşağı üçün səciyyəvi olmayan xüsusiyyətləri müəyyən edək. İqlim diaqramının subtropik iqlim qurşağının Aralıq dənizi tipinə məxsus olduğu məlumdur. 4 iqlim tipinə vilayətinə bölünür. Bu şərt doğrudur, çünki subtropik iqlim qurşağı kontinental Aralıq dənizi tipi, musson və bərabər rütubətli tiplərə bölünür. Birinci şərt doğru olduğu üçün bizə lazım deyil. Birinci şərtin olduğu variantları silirəm. Əsas iqlim qurşağıdır şərti yanlışdır, çünki subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır. Yayda mülayim, qışda tropik hava kütlələrinin məruz qalır şərti də yanlışdır, çünki subtropik iqlim qurşağı yayda tropik, qışda mülayim hava kütlələrini görür. Üçüncü şərt də bizə lazımdır. Deməli B və D variantları da ələnə bilər.
Afrikanın ekvatordan həm şimal, həm də cənub hissəsində yayılsa da, Cənubi Amerikada yalnız ekvatordan cənubda yayılmışdır şərti doğrudur. İqlim uşaqları xəritəsindən bunu görmək olar. 4-cü şərt bizə lazım deyil. Yantısı, Parana və Murray çaylarının mənsəbləri yerləşir şərti də doğrudur. Hər üç çayın mənsəbi subtropik iqlim uşağındadır. Səhralara rast gəlinmir şərti isə yanlışdır. Qaraqum, Qızılqum səhralarını misal göstərmək olar. Cavab C variantı. Xəritə sxemi əsasən qışın daha quraq keçdiyi əraziləri müəyyən edək. Azərbaycanın iqlim tipləri xəritəsinə baxsaq, görərik ki, 1 və 4 rəqəmləri ilə qışı quraq keçən soyuq iqlim tipi verilir. İqlim tipləri xəritəsində bu 7 rəqəmi ilə göstərilir. 2 rəqəmi ilə isə qışı quraq keçən mülayim isti iqlim tipi göstərilir. Bu iqlim tipi də xəritədə əsasən 3 rəqəmi ilə verilir. 1, 2, 4 cavab D variantı. 6 rəqəmi yay quraq keçən mülayim isti iqlimdir. 5 rəqəmi yay quraq keçən mülayim isti iqlimdir. 3 rəqəmi isə bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdir. Xəritə sxemi əsasən rəqəmlərlə verilmiş coğrafi obyektlərin hansının səhv göstərildiyi müəyyən edək. 1 rəqəmi ilə Arnhem yarımadası göstərilib. D variantını sildik. 2 rəqəmi ilə Karpentariya körfəzi göstərilib. B variantında sildik. 3 rəqəmi ilə Torres boğazı göstərilib. Bu variantda sildik. 4 rəqəmi ilə isə Bas boğazı göstərildiyi halda burada Cook boğazı verilib. Cook boğazı Yeni Zelandiya adalarının arasından keçən boğazdır. Deməli A variantı doğrudur. 5 rəqəmi ilə isə Tasmaniya adası verilmişdir. Bu da doğru cavabdır. Exolotdan göndərilmiş səs siqnalının gedib qayıtma müddəti 11,6 saniyə olarsa, bu dərinlik hansı okeanlarda müşahidə edilə bilər? 11,6 saniyə gedib qayıdan səs siqnalı 5,8 saniyə gedib, 5,8 saniyədə qayıdıb. Və biz bu 5,8-i exolotun səs siqnalının sürətinə, yəni saniyədə 1500 metrə vursaq, cavabımız 8700 metr olacaq. Okeanları dərinlik ardıcıllığı ilə düzəsi olsaq, Şimal Buzlu Okeanı Qrenlandiya dənizində 5527 metr, Hind Okeanı Zond novunda 7729 metr, Atlantik Okeanı Puerto Rico çökəkliyində 8742 metr və Sakit Okean Marian novunda 11022 metr dərinliyə malikdir. Belə çıxır ki, 8700 metr dərinlik Atlantik və Sakit Okeanlara aid ola bilər. Cavab B variantı. Şimal Buzlu Okeanı ilə əlaqəsi olan gölləri müəyyən edək. A variantında Eri gölü Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik Okeanı ilə əlaqə saxlayır. A variantını sildik. B variantında verilən hər iki göl Baykal gölü Anqara çayı vasitəsilə, Winnipeg gölü Makkenzi çayı vasitəsilə Şimal Buzlu Okeanı ilə əlaqəlidir. B variantı doğrudur. C variantında Venerin və D variantında Vetterin gölləri Baltik dənizi vasitəsilə Atlantik Okeanına, Y variantında isə Ontario gölü elə eynən Eri gölü kimi Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik Okeanı ilə əlaqə saxlayır. Deməli cavab B variantı. Xəritə sxemi əsasən rəqəmlərə müvafiq gələn çayları müəyyən edək. Bu çaylar müvafiq olaraq Sena, Loira, Ebro və Po çaylarıdır. 1. Sena, 2. Loira, 3. Ebro və 4. Po çayları. Cavab D variantı. Şirvan düzünün çayları ilə Qarabağ düzünün çaylarının oxşar cəhətlərini müəyyən edək. Gətirmə konusları geniş yayılmışdır şərti doğrudur, çünki hər iki düz dağ ətəyindədir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Su toplayıcı hövzələrində yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə rast gəlinir.
Bu iqlim tipi Şirvan düzünə tökülən çayların stoplayıcı hövzəsində var, amma Qarabağ düzünün çaylarında yoxdur. Çünki Kiçik Qafqazda rütubəti bərabər paylanan mülayim isti iqlim yoxdur. İkinci şərt yanlışdır. Mənsəbləri eyni tektonik zonada yerləşir. Şərti də doğrudur. Hər iki düzün çayları Kür-Dağraq çökəkliyi tektonik zonasına aiddir. Dördüncü şərtə baxaq. Suvarmada geniş istifadə olunurlar. Əksər düzənlik çaylarımız kimi bu düzənliklərin çayları da suvarmada geniş istifadə olunur. Cavab Y variantı. Mənbələrinin yerləşdiyi təbii vilayətdə yarımsəhra və quruçöl iqliminə rast gəlinir şərti yanlışdır. Belə ki, Qarabağ düzünün çaylarının mənbəyi Kiçik Qafqazdadır və Kiçik Qafqazda landşaftlar dağ-çöl ilə başlayır. 5-ci şərt də yanlışdır. Mənsəbləri Mərkəzi Aran iqtisadi rayonunda yerləşir. Bu Qarabağ düzünün çayları üçün doğru cavab deyil. Yuxarı Qarabağ kanalı və Baş Mil Qarabağ kollektorunun hər ikisinin keçdiyi inzibati rayonları müəyyən edək. Siyasi inzibati xəritəmizdən gördüyümüz qədər həm Yuxarı Qarabağ kanalı, həm Baş Mil Muğan kollektoru Yevlax, Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonlarından keçir. Deməli, A variantında Saatlı, B variantında Biləsuvar, D variantında Sabirabad və Y variantında Biləsuvar rayonlarını eləmək olar. Cavab C variantı. Türyançayın mənbəyi ilə mənsəbi arasındakı ərazidə rast gəlinməyən torpaq tipini müəyyən edək. A variantında qara torpaq verilib və həqiqətən qara torpaq Azərbaycanın Gədəbəy, Tovuz və Şamaxı İsmailli zonalarındadır. Türyançay isə mənbəyindən mənsəbinə doğru bu əraziləri görmür. Deməli, cavab A variantıdır.